Sualımı Vasif bəyə verim. Daha doğrusu, belə deyək, Vasif qardaşım, Azərbaycanın bütün bölgələri olduğu kimi, Gəncə şəhəri də öz şəhidləri ilə, yəni bu əzmkarlıq mübarizəsinə öz qatqısını təqdim etdi. Gəncə dediyimiz zaman, əlbəttə ki, biz ilk növbədə Gəncənin o şücaətli, son damla qanına qədər mübarizə aparan övladı Cavad xanı unutmalı deyilik, yəni unutmaq olmaz, onun adını qeyd etməliyik. Çünki onun doğrudan da mübarizə əzmi, onun bir lider kimi, belə deyək, ətrafında olan Gəncə xalqını motivasiya etməsi və eyni zamanda Çar imperiyası nə qədər çoxlu ordu olmağına baxmayaraq, yəni ordunun çoxluğuna baxmayaraq, yenə də o mübarizə aparması və şəhid olması doğrudan da çox böyük bir, yəni insanlar üçün bir nümunə məktəbi təşkil edir. Və həmçinin də həm 1-ci Qarabağ, həm 2-ci Qarabağ müharibəsində Gəncədən olan şəhidlərimizin, yəni şücaəti, qəhrəmanlıqları da düşünürəm ki, o Cavad xanın qəhrəmanlığının bir davamı sayılır. Onun davamı hesab etmək olar. Sizin də ifa etdiyiniz ilahilər içində şəhadət mövzusu, şəhidlərimizlə bağlı mövzular geniş yer tapıb və yadımdadır, bir neçə il bundan öncə siz Şəhidin Hekayəsi adlı bir layihə ərsəyə gətirdiniz. Çox böyük bir, geniş bir layihə idi. Onun sözləri, musiqisi sizə aid idi. Eyni zamanda da o, belə deyək, layihədə məşhur aktyorlarımız da iştirak elədi. Xahiş edirəm, elə bu barədə izləyicilərimizə, yəni həmən bu Şəhidin Hekayəsi klipi barəsində məlumat verərdiniz. Bəli, biz siz də vurguladığınız kimi Şəhidin Hekayəsi adlı bir belə deyək, qısa film kimi xalqımıza, izləyicilərimizə bir iş təqdim elədik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hər birini zaten Quran alim məqamla mükafatlandırır. Allah bizləri də xeyirli ömürlə, inşallah, izzət tapanlardan qərar versin. Mən bütün şəhid yadigarlarının, şəhid əzizlərinin, bizi izləyənlərin qarşısında baş əyirəm və bir ömür bizim rifahımız onların o pak qanlarına, belə deyək də, borcluyuq. Onların o pak qanlarının, əziz insan üçün ən dəyərli şey canıdır. Onlar canlarınla bizim azadlığımız üçün, bizim rifahımız üçün, xalqın azadlığa qovuşması üçün öz dəyərli, ən dəyərlilərindən keçiblər. Ona görə bizim də insan olaraq vəzifəmiz budur ki, ömür boyu hər kəsən öz sahəsində, o sahədə müəyyən işlər görsün. Ola bilər, Aslan müəllim, bizim dəyərli qardaşımız, universitet müəllimidir, bir şəhid övladının, misal üçün, universitetdə bir çətinliyi yaranarsa, orada universitet səviyyəsində dadına çata bilər. Biri şairdirsə şeirində, biri bəstəkardırsa o bəstəsində. Hər halda, hər sahədə bu mövzu bizim gözümüzün üstündə, başımızın üstündə duran mövzudur. Bir neçə layihələr olmuşdu. Misal üçün, dəyərli generalımız Polad Həşimovun şəhadətində də bir marş yazmışdıq. Sonra bizim Zəfər marşına çevrildi. Amma əsas siz qeyd elədiyiniz o Şəhidin Hekayəsi layihəsini biz ərsəyə gətirəndə düşündük ki, Şəhidin Hekayəsi adlı bir proyekt işləyək və bu növbəti şəhidlərimizə də yol açsın. Misal üçün, biz ola bilər Gəncə şəhidi Bəhruz Kəndərovun həyatından mənim üçün danışdılar. Çox təsirli idi. Çünki savaş dövründə qızı dünyaya gəlmişdi. Savaşda demişdi, qızımın adını Mədinə qoyun və şəhadətə çatmışdı. Nə uşaq atasının üzünü görmüşdü, nə ata övladının üzünü görmüşdü və mən eşitdiyimə görə elə övlad həsrətindəymiş. Savaş dövründə eşidir və elə özü deyir ki, adını Mədinə qoyun. Allah ruhunu şad eləsin və Mədinə balamızı qorusun. Və ümumi o layihədə biz düşündük ki, birinci şəhid, misal üçün, ola bilər Bəhruz Kəndərov, şəhidin layihəsi 2 ola bilər, misal üçün, Xudayar, şəhidin 3
şəhidin hekayəsi 3 ola bilər, Rauf qardaşımız və digər də bütün şəhidlərimizin hərəsinin həyatına baxanda ayrı bir mənəvi çeşmədir və hamısını araşdırsaq, görürük ki, doğrudan da uşaqlıqdan, məktəbdən, universitetdən, qonşudan hər kəs bunlardan razıdır. Və biz o layihəni mənim üçün danışanda çox kədərləndim, sözünü, musiqisini yazdım və Rəşad Aydın qardaşımız onu kiçik film kimi ərsəyə gətirdi. Salamlayırıq, yeri gəlmişkən Rəşad Aydın. Mən də salamlayıram buradan və Respublikanın əməkdar artisti, bizim dostumuz, dəyərli və böyük rəğbət, sevgi qazanmış əziz qardaşımız Elxan Yunis komandir rolunu oynadı. Bizim həm də teatrda həmkarlığımız var, dostluğumuz var və böyük heyətlə demək olar ki, 3 ay çəkiliş boyu getdi, çəkiliş vaxtımızı aldı və ümid edirəm ki, maraqlı bir və dəyərli bir proyekt oldu. Çünki bizim zaten yanaşdığımız mövzular elə mövzulardır ki, ora haqqımız yoxdur ki, bir belə deyək də, işin qiymətini aşağı salaq, yəni ucuzluq gətirək. Bizim zaten yanaşdığımız mövzular o mövzulardır ki, özləri alidir, dəyərlidir və bizə o haqq verilmir ki, ora bir xələl gətirək. İnşallah ki, dinləyənlər dinləyib, dinləməyənlər üçün də... Dinləməyənlər üçün də elə deyək ki, bax bu gözəl verilişimizdə həmən bu nəğmə səslənəcək. Artıq verilişimizin sonuna çatdıq. Mən hər ikinizə də təşəkkür edirəm. Bununla da dəyərli izləyicilər, Misra verilişinin növbəti buraxılışı artıq sona çatır. Bizi izlədiyinizə görə sizə təşəkkür edirik. İnşallah növbəti verilişlərdə görüşmək ümidi ilə Allaha əmanət olasınız. Xudahafiz. Bu şəhidin hekayəsi necə təsirlidir əlbət. Döyüşdə xəbər tutur ki, övlad olmuş ona qismət. Atası üzün görmədi, qızının qaldı nəhayət. Bəhroz Mədinəyə həsrət, Mədinə Bəhroza həsrət. Atası üzün görmədi, qızının qaldı nəhayət. Bəhroz Mədinəyə həsrət, Mədinə Bəhroza həsrət. Vətən uğrunda verən can, şəhidim eşqinə qurban, səninlə qürur duyur Bəhruz Azərbaycan. Vətən uğrunda verən can, şəhidim eşqinə qurban, səninlə qürur duyur Azərbaycan. Vətən uğrunda verən can, şəhidim eşqinə qurban, səninlə qürur duyur Bəhruz Azərbaycan. Vətən uğrunda verən can, şəhidim eşqinə qurban, səninlə qürur duyur Azərbaycan. Arzusu idi, yox idi dünyada dərdi, ibadətin eləyərdi, İmam Hüseyni sevərdi. Ətirli gül idi sanki, şəhidlər ağası dərdi, tanısın Azərbaycan, bu yiğit mömini mərdi. Ətirli gül idi sanki, şəhidlər ağası dərdi, tanısın Azərbaycan, bu yiğit mömini mərdi. Vətən uğrunda verən can, şəhidim eşqinə qurban, səninlə qürur duyur Bəhruz Azərbaycan.
Vətən uğrunda verən can, şəhidim eşqinə qurban, səninlə qürur duyur Azərbaycan. Vətən uğrunda verən can, şəhidim eşqinə qurban, səninlə qürur duyur Bəhruz Azərbaycan. Vətən uğrunda verən can, şəhidim eşqinə qurban, səninlə qürur duyur Azərbaycan. Vətən uğrunda verən can, şəhidim eşqinə qurban, səninlə